Allah niyə donuz ətini haram buyurur? Bilmədiyim bəzi mənaları da ola bilər. Amma Allah bir dənə diqqət edək. Yaratdığı çoxlu yemək növləri var. Bunların içində mində birini deyək, mində birini qadağan eləyir. Yaratdığı çoxlu içki növləri var. Bunun içində deyək, mində birini qadağan eləyir. Bu qadağaları qoymaqla mənə gəlir insana çox məsələnin həqiqətini anladır. Bir şey sənə olmaz deməklə sən bir məsələnin fərqində olursan ki, mənim deyil bunlar. Olmaz deməklə anlaşılır bu. Ramazanda Allah ona görə xurmanı qadağan eləyir. Xurma nə var ki, yemək o? Amma məsələn gündüz yeyə bilməzsən. Demək xurma mənim deyil. Allah onunla tərbiyə eləyir. Uşağa ya yaxın birinə deyirsən ki, filan şey olmaz. Sən bilirsən ki, ondan istifadə etsə də heç nə olmaz. Amma deyirsən ki, bir dənə fərqinə varsın ki, nəyin nə olduğunu, mənim nə olduğunu, həyatda malikiyyətini anlaya bilsin. Yoxsa donuz əti zərərlidir. Bu kimi şeylər ikinci dərəcəlidir. Şərabın halal olduğu vaxtlarda olub, İsa peyğəmbər vaxtında. Fərqli dövrlərdə Allah fərqli qadağalar qoya bilər. Amma işin ən kökü budur. İnsana bir şeyi anlada bilmək. Mən belə anlayıram. Başqa da ola bilər abi.